Siz tez-tez bunu yük kimi qiymətləndirirsiniz. Bəlkə indi də o xanımların çoxu bunu yük kimi qəbul edir. Məsuliyyət kimi, öhdəlik kimi qeyd eləyirdi. İndi bunu yük kimi qeyd eləyirik. Nə düşünürsüz? Əslində tam yük nəyə görə deyirəm? Çünki bir tərəfli olarsa bu yük olur. Amma iki tərəf də bunu paylaşırsa, əlbəttə ki, hər iki tərəf öz məsuliyyətini və öhdəliyini icra eləyəndən sonra bu yük olmur. Bu missiyaya çevrilir həqiqətən. Amma sadə dildə desəm, əgər hər iki tərəf də işləyir və axşam evə gəlirsə, biri əlində pultdan televizorun qarşısında məşhur verilişlərə baxırlarsa, amma o biri tərəf mətbəxdə ikinci smində işinə keçirsə, bu artıq problemdir. Çünki orada narazılıq formalaşacaqdır. Və bunun qarşısı alınmalıdır əslində. Hər iki tərəf bunu anlamalıdır. Mən soruşdum ki, qadınlara əgər göstərmirsə ataya və ya hansısa bir qanunları pozursa, hansı cəza var? Əlbəttə ki, əgər qərəzli olunursa, ona qarşı tədbir görülür. O tədbirlər nədir? Misal üçün, əgər məhkəmənin qərarı varsa və uşaq atanın görüşməlidir, amma görüş təşkil olunmursa, o zaman icra məmurları həbsə qədər məhkəmənin qərarını icra etmədiyinə görə, bəli. Gözəldir. Onda bərabərlik var imiş. Yox, həqiqətən bu belədir. Çünki atalar müraciət edirlər. Biz belə mübahisələri çox araşdırırıq və təbii əgər qadın bilərəkdən qərəzli olaraq ataya onu göstərmirsə, məhkəməyə müraciət olur və məhkəmə qaydasında bu məsələlərə baxılır, həll olunur. Və ən vacibi də o qadınların özləri ilə müəyyən tədbirlərin aparılması. Bu özü məişə zorakılığın bir formasıdır. Həm uşağa, həm kişiyə qarşı olan zorakılıq halıdır. Psixoloji zorakılıq hesab olunur.